Snaryad düşdü və gördüm ermənilər gəlir. Ermənilərlə mənim məsafəm 50 metrdir. 3 erməni yıxıldı. Yıxılandan sonra mən çəkildim arxaya. Maşın çıxdı. Və maşın biraz gedəndən sonra maşını vurdular. Təpə var idi belə. Təpəni mən qalxanda gördüm ki, deyərəm 50 dənə erməni. Oturubam. Dedi ki, sizin jurnalist var, Çingiz Mustafayev şəhid oldu. Mən çox təəccüb elədim, həqiqi həyəcanlandım, gözlərim doldu, ağladım. Bir dənə qırmızı fişəng buraxıldı. Və bizə məlumat gəldi ki, o qırmızı fişəngi buraxan ermənidir. Baxşıyev Sarvan Ələsgəroğlu 1971-ci il 22 iyul Cəlilabad rayonunun Adınalı kəndindən anadan olmuşam. 89-cu ildə Sovet ordu sıralarına getdim. Almaniyada xidmət elədim. Bir il Almaniyada xidmət eləyəndən sonra Ukraynaya, Sovet orduları Almaniyadan çıxdığına görə Ukraynada xidmət elədim. 91-ci ildə təxsis olundum. 2 il xidmətimdən sonra təxsis olundum və gəldim neft daşları, qaz çıxartma idarəsi dənizdə işə düzəldim. Orada işlədiyim müddətdə Qarabağ müharibəsi də başlamışdı. Təzə alovlanırdı, bəli. Təzə alovlanırdı. Mən buna dözə bilmədim. Mart-aprel ayları idi hardasa. İşdən çıxdım və gəldim könüllü Şuşa batalyonuna yazıldım. Xocalı faciəsi, Xocalını görəndən sonra, Xocalını eşidəndən sonra bir vətənpərvər kimi, bir Azərbaycan vətəndaşı kimi dözə bilmədim heç nəyə. Və dedim, mütləq yazılacam, könüllü yazılacam. Və gəldim Şuşa batalyonuna yazıldım. Bir gün orada qalmışdım, Şuşa batalyonunda qardaşım gəldi yanıma. Qardaşım gəldi yanıma, dedi ki, Sarvan, atam zəng eləyib, deyib ki, Sarvana denən Cəlilabad rayon voyinkomatı ona çağırış vəsiqəsi göndərib. Gəlsin, çağırışla getsin. Mən özüm tankist olmuşam. Rus orduları. Bəli, Rus ordusunda tankist olmuşam. T-64 tanklarında komandir tank olmuşam, T-80 tanklarında atıcı olmuşam. Sənədlərimə baxandan sonra bizi Cəlilabadın peşə məktəbi var idi. O peşə məktəbinin yataqxanasında bizə forma verdilər. Və biz oradan bir həftə orada qalandan sonra bizi Göytəpə, o vaxt Pirişif adlanırdı. Göytəpənin Bəcravan kəndi poligon sahəsi vardı. Hələ Rus ordusu Azərbaycandan tam çıxmamışdı. Rus ordusu da orada xidmət eləyirdi. Və bizə orada təlim keçməyə başladılar. Bir ay yarım, 2 aya yaxın biz Bəcravanda təlim keçdik. 34 ildən sonra o videonu görmüşəm. Mən elə bilirdim ki, heç biz çəkilməmişik də orada. Yox, görməmişik. Ha, orada biz kimsə, valla hansısa təşkilat bizə süfrəsi, yemək süfrəsi verirdi və biz həmin günün səhəri ya həmin günü axşamı biz çıxdıq Qarabağ. Şirin Mirzəyev, Allah rəhmət eləsin, milli qəhrəman. Şirin Mirzəyevin batalyonuna bizi yazdılar, Şirin Mirzəyevin batalyonuna. Və biz gəldik, çıxdıq Sırxavənd kəndinə. Ağdərənin Sırxavənd. Biz Ağdam istiqamətindən gəldik Ağdərənin Sırxavənd kəndinə. Və yerlərimizdə möhkəmləndik. Möhkəmlənəndən sonra birinci postda rəhmətli nəşi fevralın 19-da gələn Mahir bizim komandirimiz idi.
Mahir, Araz, mən və bir neçə gün orada qaldıq. Komandirimiz Cəllabad batalyonunda olanda. Cəllabad batalyonunun komandiri Əhməd Əliyev mənə qayıtdı ki, Sərvan kəşfiyyata gedəcək. Və 2 nəfər, Əhməd Əliyev, mən, bir də Bahadur. Bizim mexanika komandiri idi. Tankların, yəni texnika üzrə mütəxəssis idi. Bahadur. Sırxavəndin biz aşağı hissəsində olurduq. Ermənilər yuxarıda olurdu. Ermənilər bizə pasterlə oradan atış atırdı. Bir dənə snayper tez-tez atırdı oradan bizə. Snayper atırdı bizə. Əhməd Əliyev dedi ki, Sərvan gedirik, kəşfiyyata gedirik. Və mən, Əhməd Əliyev, bir də Bahadur. Üçümüz getdik kəşfiyyata. Kəşfiyyata getdik. Bir xeyləm yol qət ediləyəndən sonra meşənin içində təpə var idi belə. Təpəni mən qalxanda gördüm ki, deyərəm, bir 50 dənə erməni. Oturub hamısı. Hamısı oturub. Əhməd Əliyev baxdı mənə. Bizdə avtomat həmişə tətikdə olardı. Döyüş vaxtı həmişə tətikdə olardı. Avtomatı mən açdım ki, atmağa komandir qoymadı. Əhməd Əliyev qoymadı. Biz çox uzaqlaşmışdıq öz pozisiyamızdan. Əhməd Əliyev qoymadı atmağa. Nə məni, nə Bahaduru. Əhməd Əliyev özü Əfqanistanda vuruşmuş adam olmuşdu. Çox böyük mütəxəssis idi. Və qoymadı ata, əli ilə bizə belə işarə elədi və çəkildi biz kənara. Sözünüzü mən o vaxt bilmirdim də, yəni koordinat necə verirlər, necə eləyirlər. Əhməd Əliyev gəldi, artilleriya böyüyündən əlaqə saxladı və oranın koordinatlarını verdi. Həmin o koordinatları verdi, artilleriya oraları vurdu. Orada ümumiyyətlə Sırxavənd döyüşündə ermənilər də kifayət qədər itki verir. Çox itki verdilər. Çox itki verdilər ermənilər. Ermənilər çox itki verirdi. Ümumiyyətlə, mənim baxışımda belədir ki, hücum eləyən tərəf həmişə çox itki verir. Ermənilər də çox hücuma keçmişdi bizim üstümüzə. Dəfələrlə biz onları uzaqlaşdırmışdıq. Hələ həmin günü döyüş başlamamışdan bir gün qabaq onların biz bir dənə vertolyotun vurduq. Laləli deyilən, Sırxavəndin aşağısında Laləli deyilən yer var idi. Biz onların orada bir dənə vertolyotun vurduq. Ermənilərin. 2 vertolyot bizim mövqələrimizə ateş açırdı. Onun birini vurduq. Bahadur da oradaydı. Onda Bahadur da şahiddi ona. Bir gecə gəldilər ki, komandir Əhməd bölük komandirinə dedilər ki, sizdə tankçı var. Bizdə dedilər, atıcı yaralanıb. O atıcının yerinə getməlidir. Komandir Əhməd Əliyev mənim üzümə baxdı, mən də bunun üzünə baxdım, mən komandirsiz heç nə deyə bilməzdim. Hələ döyüşə girməmişsiniz. Döyüşə girməmişik. Əhməd Əliyev dedi ki, mənim üzümə baxdı, mən də onun üzünə baxdım. Baxanda mən heç nə demədim. Və o Şirin Mirzəyevin batalyonundan tank komandiri getdi. Üstündən bir saat keçəndən sonra və gəldi, qayıtdı, belə bir söz dedi ki, bax Şeyx Sərvan Ələsgəroğlu, sizdə tankçı var. Komandir üzümə baxdı, nə deyim? Və mən getdim tank batalyonuna. Tank batalyonuna bizdə də o vaxt tanklar T-72 tankları idi Qarabağda. Kətdə də Sırxavənd kəndində 2 dənə T-72 tankı var idi, 2 dənə də BMP-1 var idi. Və mən oturdum tanka. Tanka oturandan sonra dedi, get, sabah səhər tezdən olarsan tankda. Sabah səhər mən getdim tanka. Mindim, oturdum atıcı yerində.
və qalxdım pozisiyaya. Pozisiyaya qalxdım. 2-3 dənə snaryad atdım. Tankda. Atdım. Tank çəkildi. Pozisiyada elə yerdə idi ki, erməni hər an tankı vura bilərdi. Çıxırdıq pozisiyanın yuxarısına, təpiyə. Atırdıq və qaydırdıq dalı. Qaydırdıq dalı və belə getdi. Bir gün belə getdi. İkinci gün ermənilər artilleriya ilə başladı bizi vurmağa. Çox güclü artilleriya atəşi oldu. Çox güclü ermənilərin artilleriya atəşi oldu. Və mən tanka minəndə komandir batalyon dedi ki, çıxdım, tanka mindim, getdim bir pozisiyada da attım. Qaydanda tankın komandir batalyonu mənə dedi ki, Sarvan, tankda özüm oturacam. Tankda özüm oturacam. Dedim, bəs mən neyiniyim? Dedi, get Cəllabad batalyonunun yanına. Və mən həmin pozisiyaya qalxdım. Cəllabad batalyonunun pozisiyasına qalxdım. Pozisiyaya qalxanda gördüm ki, Cəllabad batalyonu o pozisiyada yoxdur. O pozisiyada yoxdur və ermənilər gəlir. Təksiz orada. Təkəm. Təkəm. Ermənilər gəlir. Yanıma biraz aralı məndən snaryad düşdü. Snaryad düşdü və gördüm ermənilər gəlir. Ermənilərlə mənim məsafəm 50 metrdir. 50 metrdir və mən avtomatı götürdüm, atəş açdım ermənilərə. 3 erməni yıxıldı. 3 erməni yıxıldı. Yıxılandan sonra mən çəkildim arxaya. Çəkildim arxaya, gəldim, gördüm mənimlə bir batalyonda vuruşan, Cəllabad batalyonunda vuruşan Araz. Araz neyniyək? Dedi ki, ermənilər girib kətdədir. Sırxavənd kəndindədir ermənilər. Neyniyək? Snaryadları yüklədik, silahları yüklədik maşına, maşın çıxdı. Biz Qaz 66-ya mindik. Qaz 66-ya minəndən sonra ermənilər də kətdə idi. Və biz maşından özümüzü atdıq ki, məsafəni genişləndirək, ermənilərlə vuruşaq, maşın rahat öz nöqtəsinə getsin, çatsın. Kətdən çıxa bilsin maşın. Və biz atışa maşını yola saldıq. Maşın çıxdı və maşın biraz gedəndən sonra maşını vurdular. Vurdular, biz atışa mühasirədən çıxdıq, meşə istiqamətində hərəkət elədik. Meşə istiqamətində hərəkət elədik. Artıq neçə nəfər qalmışsınız burada siz? Hardasa 15-ə yaxın adam olardı. Hamı Cəllabad batalyonu? Yox, Cəllabad batalyonu 2 nəfərik. Arazla mən. Arazla mən. Və biz meşədən çıxdıq, gəldik, öz pozisiyamıza çatdıq. Öz mövqelərimizə, bizim tanklar olan mövqelərimizə çatdıq. Və çatdıq. Oradan biz yola düşdük Cəllabada. Heç bir məlumat ala bilmədim Cəllabad batalyonundan məlumat. Heç bir məlumat ala bilmədik. Bizə dedilər ki, Cəllabad batalyonu bu istiqamətə hərəkətə getdi. Göstərdilər bizə dağ istiqamətinə, göstərdilər Sırxavəndin dağ istiqamətinə, göstərdilər ki, Cəllabad batalyonu bu istiqamətə hərəkət elədi. Və biz Cəllabad batalyonunun heç bir məlumat ala bilmədik. Və məcbur qaldıq ki, gələk Cəllabada. Və biz gecə saat 3-də gəldik Cəllabada. Cəllabada gəldik. Cəllabada gələndən sonra mən gəldim evə kəndə, ata-anamın yanına. Sabahı. Hərbi formada. Bəli, hərbi formada, hərbi sursatla, silah üstümüzdə, silahla. Orada təhvil verəcək. Məntəqə də yox idi silah sursat təhvil verəcək məntəqə. Ona görə ki, bu silah bizim adımızadır.
Silahın nömrəsi ilə mənim adıma yazıldı bu silah. Mən bu silahı heç kəsə verə bilməzdim. Və mən gəldim Cəllabada. Cəllabadda öz kəndimizə, öz evimizə gəldik və evə gələndən sonra səhəri gün yenidən mən valideynlərimə başa saldım ki, mühasirədən çıxmışam. Biraz əlim də əzilmişdi, əlimi sarımışdı. Həmin o maşında olan medsestra mənim əlimi sarmışdı, tibb bacısı mənim əlimi sarmışdı. Hansı ki, bugün o şəhidlər arasında. Bəli, həmin o tibb bacısı mənim əlimi sarmışdı. Və həmin o tibb bacısını Allah rəhmət eləsin, Sumqayıtda dəfn elədilər. 4 nəfərin cəsədi, bir də ki tibb bacısı. 5-nin də cəsədi tibb bacısını Sumqayıtda dəfn elədilər. Və səhəri günü atam məni maşına qoydu. Ağdamın Uzundərə kəndi var. Uzundərə baza var orada. Hərbi hissə var. Zaqafqaziyanın Sovet məkanı dövründə Zaqafqaziyanın ən böyük bazası olub. Və mənə atam ora təhvil verdi. Məni təhvil verdi ora, özü getdi. Evə qayıtdı və məni orada verdilər kəşfiyyat batalyonuna. Bizim qüvvələrimiz də çox idi orada və bizə həmin axşamı ermənilər ki, sabahı ki, onda hələ Ağdərə rayonu alınmamışdı ermənidən. Ermənidə idi Ağdərə rayonu. İşğal olunmamış. Ermənilər işğal eləmişdi Ağdərə rayonu. Biz almamışdıq Ağdərə rayonu. Axşamı mən ki tanklı rotadaydım. Tanklı rotanın komandiri gəldi ki, 2 dənə tankımız var dedi. 2 tankımız, 2 dənə BMP-1'imiz var idi. Dedi ki, mənə qayıtdı ki, axşam Ağdamdan 8 dənə tank gələcək. Ağdamdan 8 tank gələcək. Ağdərə yolunu təmizləyəcəyik biz. Ağdərə yolunu biz ermənidən təmizləyəcəyik və Ağdərəyə giriş hazırlığı olacaq. Ağdərəyə hücum hazırlığı olacaq. Və mən orada bir də bir söz dedim. Bayaq da dedim, orada bir cığır var. Tank yolu bir dənə cığırdır. Yəni orada bir dənə qrantamyot atan mən elə bilirəm bir polku saxlaya bilər. Batalyon komandirinin dediyi kimi 8 dənə tank gəlməli idi. Bir dənə də texnika gəlmədi, əlavə qüvvə gəlmədi bizə. Və o Sırxəməndə girdiyimiz insanlarla, saldatlarla biz oranı saxladıq. Bir həftədən çox biz onu ermənilərdən qoruduq, Sırxavənd kəndini. Artıq ermənilər kəndi mühasirəyə almışdı. Bizim uşaqlar döyüşə mühasirəyə düşüblər, Cəllabad batalyonu. Mühasirəyə düşüblər, döyüşə mühasirəyə düşüblər. Batalyonun yarısı şəhid olub orada. 22 nəfər şəhid olub. 22 nəfər şəhid olub. 45 nəfər biz getmişdik də. 22'si şəhid olub. Mahirin nəşi tapıldı Ağdərədə. O birisilərdən 23 nəfərdən hələ də ki bir xəbər yoxdur. Onların nəşi tapılıb, tapılmayacaqdı. Hələ bir xəbər yoxdur. Dedilər ki, Çeçenlər, deyirəm ki bizdən ki Çeçenlər ki vuruşurdu. Çeçenlər gəldi ki, mən də Rus ordusunda xidmət elədiyimə görə onlar məndən Rusca danışırdı. Bizdən cavan uşaqlarla ki, təzə əski xidmətə gələnlər Rusca bilmirdi, onlar mənlə danışırdı, Çeçenlər. Dedi ki, sizin jurnalist var, Çingiz Mustafayev şəhid oldu. Mən çox təəccüb elədim, həqiqi həyəcanlandım, gözlərim doldu, ağladım. Çingiz dedim, ölə bilməz.
Dedim Çingiz ölə bilməz. Dedi Çingizi, Çeçen komandiri dedi, Çingizi BMP-dən şəhid olmuşdu. Onun nəşini mən saldım dedi BMP-dən. Naxçıvanikdə Çingizi vurmuşdular. Çingiz bəlkə də o vaxtın bilməməzliyi, necədir başa sala bilmirəm. Çingiz Mustafayev qan itirmədən şəhid oldu. Çeçen komandirin mənə dediyi sözdür. Dedi, Çingiz Mustafayev dedi, sizin jurnalist, sizin operator dedi, o yaradan ölməməli idi. O qan itirmədən öldü. BMP-nin üstündən də 2 dəfə düşdü yerə o. Bu Çeçen komandirin mənə dediyi söz idi. Biz Çeçenlərlə Sarzalı kəndi var, məktəbdə qərarlaşmışdıq. Bizdən biraz da arxada 5 dənə, indi rusca mən deyirəm ki, 5 dənə qrad, 40 stvollu qrad var idi. 5 dənə 40 stvollu qrad var idi. Mən axşam gedirdim onların yanında, otururdum onlarla söhbət-sad eləyirdim. Bir dəfə oturmuşduq, qradlardan bir 100 metr kənarda bir dənə qırmızı fişəng buraxıldı. Və bizə məlumat gəldi ki, o qırmızı fişəngi buraxan ermənidir. Koordinat verir. Və biz o həmin ermənini Sarzalının qabağında, kəndin qabağında üzüm sahəsi var idi. Və biz o ermənini üzüm sahəsində tutduq gecə. Gecə biz onu tutduq, gətirdik batalyona. Batalyona gətirdik, məktəbə də qərargahımız oraydı. Ora məktəbə gətirdik. Məktəbə gətirəndən sonra rəhmətli Qatır Məmməd. Rəhmətli Qatır Məmməd gəldi ki, o ermənini siz verməlisiniz bizə. Bizim komandirimiz Cənub zonasından idi, Lənkərandan idi. O dedi ki, mən bunu sizə təhvil verə bilmərəm. Və özü apardı, qərargaha təhvil verdi həmin o ermənini. Nəsə məlumat ala bildinizmi ermənidən? Valla, nə Azərbaycanca danışırdı, nə Rusca danışırdı, ümumiyyətlə danışmırdı o. Biz ümumiyyətlə tutduğumuz adamı gətirdik, komandirə təhvil verəndən sonra da o nəyik, biz sıravi əskər idik. Verdi ona, indi onlar apardı qərargaha təhvil verdi. İndi ondan nə məlumat aldılar, nə almadılar bilmirəm. Amma bilirəm ki, həmin o momentdə də, həmin o 5 dənə 40 stvollu qrad yerini tərk elədi. Və ermənilər başladı atmağa. Həmin məntiqə, nöqtəyə ermənilər başladı atmağa. Bizim, məsələn, Şirin Mirzəyevin batalyonunda bir yerdə vuruşanda, indi hal-hazırda mənlə neft daşlarında işləyir. Və o məndən soruşur ki, dəfələrlə soruşur ki, Cəllabad batalyonun uşaqlarının aqibəti necə oldu? Deyirəm, hələ də tapılan yoxdur. Və biz bu qədər iştirak eləmişik, bu qədər vuruşmuşuq. Biz hələ heç bir yerdə qeydiyyatda yoxuq. Bir vuruşan kimi, necə deyim, bir müharibə iştirakçısı kimi heç bir yerdə bizim qeydiyyatımız yoxdur. Müraciət eləmişsiniz Müdafiə Nazirliyinə, səfərbərliyə? Bəli, dəfələrlə müraciət eləmişəm Müdafiə Nazirliyinə. Mənim əlimdə olan sənədlər var ki, məsələn, indi rusca yazılıb. O vaxt 92-ci ildə Cəllabad Voyenkomatının verdiyi vəsiqə idi. Yazılıb ki, Baxşiyev Sarvan Ələsgəroğlu döyüş bölgəsindədir. Onun əmək haqqını saxlayın. O vaxt belə idi ki, döyüş bölgəsində olduğuna görə əmək haqqın tam verilirdi sənə və ailəsinə köməklik eləyin. Cəllabad Voyenkomatının verdiyi mənə vəsiqə idi, pesatlı həmin o
vəsiqə durur. Sonra mən tikinti idarəsində işləyirdim. Orada getdiyim barədə məlumat, kağız var əlimdə. Dəfələrlə müraciət eləmişəm. Heç bir cavab gəlib ki, sizin iştirakınız barədə məlumat yoxdur. Maddi tərəfini heç vaxt fikirləşməmişik. Biz mənəvi tərəfi fikirləşirik ki, bizim gələcək nəsillərimiz, bizim evladlarımız, nəvələrimiz bilsin ki, biz vətən uğrunda vuruşmuşuq. Bizə maddi tərəfi ehtiyac yoxdur.